Salam değerli izleyiciler, 7 noyabr 2025-ci il Kiberpolis qanunsuz qumar oyunlarını reklam edən şəxslərə qarşı tədbir keçirib və onların arasında tanınmış tiktokerlər, həmçinin Epi ləqəbi ilə tanınan reper Əkbər Novruzlu da var. Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının Instagram, TikTok və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat, texniki tədbirlər keçirib və Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə araşdırmalar zamanı influencerlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər Kiberpolis tərəfindən müəyyən olunaraq baş idarəyə gətirilib. Həmin şəxslər barəsində qanuna uyğun tədbirlər görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir və bir daha sosial şəbəkə istifadəçilərinin bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur deyə məlumatda qeyd olunub.